Da ötən gün 13 iyun tarixində film kimi bir hadisə baş verib, dəhşətli hadisə. 2 ay öncə həyat yoldaşından ayrılan kişi boşandığı qadını izləyib və həmin qadın öz sevgilisi ilə Xızıda, Altağacda Çil restoranına gəlib. Kişini qadının keçmiş həyat yoldaşı bıçaqlayıb və qadın öz sevgilisinin də telefonunu götürərək meşəyə qaçıb. O cümlədən də bıçaqlanan şəxs maşınına minib qaça bilib, 4 bıçaq zərbəsi alsa da və daha sonra Altağacdan çıxandan sonra avtomobil qəzaya uğrayıb və gəlib onun arxasınca hadisəni törədən şəxs çata bilib və maşını açıb orada bir daha bıçaqlayıb həmin şəxsi. Daha sonra bıçaqlanan şəxs yenidən qaça bilib meşəyə və daha sonra çoxlu qan itirib və meşədə dünyasını dəyişib. Aldığımız son məlumata görə həm qadın, həm də hadisəni törədən kişi saxlanılıblar.